əziz izləyicilərim, mən bugün tortların üzəri üçün qanajın hazırlanmasını paylaşacağım. Onun üçün bizə 1 xörək qaşığı çörək yağı, 2 xörək qaşığı süd, 100 qram da şokolad. Yəni fərqi yoxdur. Qarışıq da ola bilər şokoladlar. Əvvəlcə qazana su qoyub qaynadırıq. Şokoladımızı su buxarında etməliyik ki, bu qab suya dəyməsin. Ocağımız van xodda olmalıdır. Mən bura 3 damcı duru yağ da əlavə edəcəyim. Artıq hazır.